Bürc dairəsinin hansı nümayəndələri tənbəlliklə seçilir? Amma işsizlikdən, laqeydlikdən danışmırıq. Lent Azın xəbərinə görə tənbəllik daha çox vaxtdan səmərəli istifadə etmək, mənasız təlaşdan qaçmaq bacarığıdır. Bu nümayəndəlik sənətidir, minimum enerji sərfiyyatı ilə maksimum səmərəlilik. Ancaq hər bir sənət kimi tənbəlliyin də mənfi cəhətləri var. Onu idarə etməmək süründürməçilik, məqsədlərə çatmamaq və nəhayət qeyri-adekvatlıq hissi ilə nəticələnə bilər. Buğa bürcü. Buğa bürcü olan insan rahatlığın və həyatdan həzzin təcəssümüdür. Onun tənbəlliyi hərəkətsizlik deyil. Əksinə diqqətlə planlaşdırılmış istirahətdir. Bürclərə görə buğa enerjisini lazımsız şeylərə sərf etməyəcək, xoş anlardan həzz almağa üstünlük verir. Ləzzətli şam yeməyi, sevimli seriala baxmaq və ya sadəcə divanda uzanmaq. Onun tənbəlliyi iradə zəifliyinin nəticəsi deyil, şuurlu seçimdir. Tənbəlliklə necə mübarizə aparmaq olar? Buğa bürcü olan bir insan üçün həssas həzzlə əlaqəli motivasiya tapmaq vacibdir. Yeni gözəl bir şey, yaxşı görülən iş üçün dadlı bir mükafat, onu hərəkətə gətirən budur. Xərçəng bürcün ev əlamətidir və onun tənbəlliyi çox vaxt rahat yuvasına rahat yerləşmək və heç yerə getməmək istəyində özünü göstərir. O, öz ətrafında sülh və əmin-amanlıq mühiti yaratmaqda ustadır və bəzən bu atmosfer o qədər cəlbedici olur ki, oradan çıxmaq əsl şücaətə çevrilir. Tənbəlliklə necə mübarizə aparmaq olar? Bürclərə görə xərçəng onun üçün həqiqətən maraqlı olan, rahat ev şəraitində edilə bilən bir şey tapmalıdır. Xərçəng ona sevinc gətirərsə, yaradıcılıqla məşğul olmaqdan, yemək bişirməkdən və ya bitkilərə qulluq etməkdən məmnun olacaq. Tərəzi bürcü, tərəzi harmoniya və tarazlığa can atan bürcdür. Belə bir insanda tənbəllik qərar qəbul etmək və məsuliyyət götürmək istəməməsidir. Tərəzi bürcünün nümayəndələri ideal variantı tapana qədər bir qayda olaraq heç vaxt tapılmayan hər şeyi təxirə salaraq bütün müsbət və mənfi cəhətləri sonsuz şəkildə çəkə bilərlər. Tənbəlliklə necə mübarizə aparmaq olar? Bürclərə görə tərəzi tez qərar verməyi və səhvlərdən qorxmamağı öyrənməlidir. Bəzən hərəkətə başlamaq üçün ideal olmasa da sadəcə seçim etmək kifayətdir. Böyük vəzifələri daha kiçik addımlara bölmək də onlara çox kömək edir. Balıq bürclərə görə balıqlar xəyalpərəst və romantik insanlardır. Onların tənbəlliyi özlərini rahat və qorunan hiss etdikləri fantaziyalar və xəyallar dünyasına dalmaqdır. Reallıq onlara çox kobud və maraqsız görünür. Tənbəlliklə necə mübarizə aparmaq olar? Balıqların nümayəndələri xəyalpərəstliklərini real hərəkətlərlə birləşdirməyin yollarını tapmalıdırlar. Yaradıcılıq, meditasiya, yoga, bütün bunlar onlara enerjilərini daxili dünyaları ilə əlaqəni itirmədən məhsuldar kanallara yönəltməyə kömək edir. Əqrəb bürcü, əqrəb ən sirli və ziddiyyətli bürcdür. Onun tənbəlliyi çox vaxt müqavimətin gizli formasıdır. Bu bürcün daşıyıcısı zorla bir şey etmək əvəzinə enerji toplamaqla özünü qazmağa və ya yan tərəfdən baş verənləri müşahidə etməyə üstünlük verir. Tənbəlliklə necə mübarizə aparmaq olar? Bürclərə görə əqrəb üçün gizli istedad və güclərini nümayiş etdirməyə imkan verəcək fəaliyyət tapması vacibdir. Enerjisinin yaxşılığa sərf edildiyini hiss etdikdə tənbəllik geri çəkiləcək.